Deməli, mən sizi Ağdərə rayonunun Vəngli kəndindən narahat edirəm. Oktyabrın 9-undan Ağdərə rayonunun Vəngli kəndinə köçmüşük və dəfələrlə də müraciətim olub sosial platformalardan cənab prezidentimizə. Cənab prezidentimiz, yəqin ki, olan haqq hesablardan xəbəriniz var. Yəqin ki, olanları artıq görürsünüz sosial şəbəkələrdə. Biz 44 günə alınan Qarabağı aylardır bərpa edə bilmirlər. Və bu günlərim deyəndə də deyirlər ki, Qarabağda abadlaşmış işlər görülübdür. Hansı abadlaşmış işlər görülüb? Bu günlərim Ağdərədə bir dənə aptek yoxdur. Bir dənə xəstəxana yoxdur. Yollar desəniz bərbad. Mağaza deyilən bir şey, Obamarketdən başqa heç bir şey yoxdur burada. Kapital pul çıxartmaq üçün sən məcbursan 35 manat verib taksiyə gedib düşəsən Xankəndində. Ancaq Xankəndini abadlaşdırmısınız. İndi sözüm sizədir. Cənab prezident, nə qədər biz əziyyət çəkəcəyik? Biz zaten çadır şəhərciklərində böyümüşük. Mən çadır şəhərciyində böyümüşəm. Və bu günlərimdə ən ağır qazinin övladıyam, ən ağır şəhid ailəsinin övladıyam və özüm də Heydər Əliyev fondunun qeydiyyatındayım. Sizə səslənirəm. Nəyə görə nümayəndələriniz, yəni istəyir Xankəndinin, istəyir Ağdamın. Emin Heçməvək şəhid ailəsini tanımır, qazini tanımır. Nəyə görə maraqlanmırlar sakinlərlə, amma siz gələndə oynaya qabağınıza yürürlər ki, belə abadlaşmış işlər görmüşük. Niyə bəzəkli yerləri göstərirsiniz? Niyə üstün bəzirsiniz, altını göstərmirsiniz ki, altdakı vəziyyətlər nə gündədir? Ayıb deyil. Hamı deyir ki, qaçqınlar köçmür, qaçqınlar köçmür. O qaçqının biri mənəm. Bəli, köçmürəm. Düzdür, köçmüşəm, Vəngdəyəm artıq, yaşayıram. Amma peşmanam köçməyimə. Çünki bizi iyrəndirən, bizi bu torpaqlardan uzaqlaşdırıb dövlətə qarşı eləyən Elçin Yusubov kimi və Emin müəllim kimi məmurlardır. Ağdamın prezidentin xüsusi nümayəndəsi kimi. Mən gedirəm Elçin Yusubovun qəbuluna, mənə deyir Qarabağda yaşamaq. Sual verirəm, Qarabağda yaşamaq kimin haqqıdır? Mənim. Niyə xəbəriniz yoxdur ki o? Xankəndində obyekt götürürlər icariyə, gündəlik evlər verirlər kirayələrə, gündəlik otellər təşkil edirlər. Bunları görmürsünüz? Bunlara vaxt ayıra bilirsiniz, bunlara şərait yarada bilirsiniz bir qurum olaraq. Amma Vəngli sakinlərinə şərait yarada bilmirsiniz. Və bu insanların həyatı təhlükə edir. Siz bizi nə hesab edirsiniz? Bizi qırmaq üçün gətirib yığmışsınız bura təkrar. Biz zaten onsuz da qırıldıq 92, 93, 44 günlükdə. Nə istəyirsiniz? Niyə yaşamağa bizə imkan vermirsiniz? Hamınız deyirsiniz ki, özünüz düzəldin. Mənim o gücüm yoxdur. Burada fövqəladə düzəldim, xəstəxana düzəldim, ondan sonra bağça düzəldim, məktəb düzəldim. Mənim o gücüm yoxdur. 100-150 nəfər ailə köçüb, hamısı qapısını bağlayıb çıxıb gedib. Hara baxsan ay Rövşən Rzayev. Bu Aliverdən başını atıb, burada cəmaatın balaları qırılmadı ki, Rövşən Rzayev sən Aliver yeri eləyəsən Qarabağı. Bizim balalarımız qırıldı ki, bugünkü gündə biz sakinlər normal yaşayaq. Bizimkilər qırılmadı ki, sən buradanı ticarət yer eləyəsən, Aliver yer eləyəsən. Ağdərədə bir nəfərə 5 otaq ev vermişsən. Götürmüsən məni Küşaq anası, xəstə atamla bir yerdə ev vermişsən. Halbuki mənim atamın səhhətinə, psixoloji durumuna görə onunla yaşamağa qanun icazə vermir. Amma sən mənim şəraitimi onunla bərabər qurmuşsan. Gəlin Vəngdə ağzı bağlı qalan evlərə baxın da. Hara baxırsınız siz? Niyə maraqlanmırsınız? Hansı qurumsuz siz? 93-dən, 92-dən, 90-cı illərdən bu torpaqlar bizim olub. Bizim ata-babamızın olub. Nə Rövşənin olmayıb, nə Nazirevin olmayıb, nə polis rəisinin olmayıb, nə xüsusi nümayəndənin olmayıb. Bizim olub, bizim. Bax, mənim kimsinin olub. Amma mən bu günlərim öz torpağımda qoraq kimi yaşayıram. Niyə? Qaytarmısan da mənim torpağımı. 3 illik müqavilə ilə qaytarmısan. Niyə 3 illik müqavilə ilə? Mən Erməniyə verəndə 3 illik müqavilə ilə vermişdim torpağımı. Niyə susmusunuz? Hara qədər gedəcək bunun axırı? Hara qədər gedəcək? Yenə deyirəm, cənab prezident, mən Ulu Öndərin sözünə güvənib sizə müraciət edirəm. Və bu günlərim Ulu Öndərimiz sağ olsaydı, mən bu günlərim bu şəraitdə yaşamazdım. Çünki mənim atam Çernobılda olanda Azərbaycanlı olaraq birinci Heydər Əliyev keçmişdi tamojunu, ikinci ona dəstək üçün mənim atam keçmişdi. Və bu qanunla da araşdırıla bilər. Amma bugünkü gündə çadır şəhərciyinə Heydər Əliyev gələndə mənim atamla əl verib görüşürdü.
Amma bu günlərim hansısa bir məmurun xəbəri yoxdur ki, o Xocalıda, o Ağdamda gedən döyüşlərdə, Allah verdi Bağırovun, Şirin Mirzəyevin dəstəsində bunun kimi insan olubdu və bu günlərində o vəngdə əziyyət çəkir. Bu sözü deyən və tanıyan bir adam yoxdur. Yalandan 20 yanvar olanda götürürsünüz, videolar paylaşırsınız. 92 olanda video paylaşırsınız. Bunu paylaşmayın. Bu nə paylaşırsınız? Bir gündən vətənpərvərlik olmur. Bir gündən heç kim şəhidləri yad. Biz hər gün onu yad eləməliyik. Və hər gün onlara rəhmət oxuyub ailəsinə səbir diləməliyik. Amma bunu eləyəcək bir qurum yoxdur. Və onu eləyəcək bir sakin yoxdur. Vallahi utanıram. Şəxsən bir şəhid ailəsi kimi mən utanıram, mən xəcalət çəkirəm. Bugünkü gündə bu yerlərə baxanda, burada gedən ticarətlərə baxanda görün nə vəziyyətdir ki, mən obyektim üçün stol gətirmək üçün nümayəndəlikdə Elmirə müraciət edirəm. Pul olana aktı yazır verir, mənim kimisinə deyir ki, prezidentin göstərişi var. Prezidentin nəyə göstərişi var? Göstəriş verir ki, nümayəndənin əməkdaşları aparsın ikinci ələşşək kimi erməninin əşyalarını satsın. Buna icazəsi var prezidentimizin. Bəsdir, nə prezidentin adından yalandan danışırsınız? Bəsdirin, biz prezidentimizi yaxşı tanıyırıq və gözəl bilirik ki, o bizim ehtiyaclarımızı həmişə təmin eləməyə sizə qərar verib. Amma siz heç vaxt o qərarı icra eləməmisiniz. Siz prezidentin adından istifadə eləməyin. Bugünkü gündə mən gedirəm Xankəndindən obyekt götürə bilmirəm. Amma pulu olan, etibarın dostu olanlar bu gün obyekt götürür və icarəyə verir. Özü üçün ticarət qurur. Niyə? Hansı səbəbə? Bu günlərim nəyə görə mənim haqqım şəhid ailəsi, qazi ailəsi kimi yoxdur, amma hansısa bir pulunun imkanının var, nədir, hörməti var, gəlib etibara hörmət edib obyekt götürür. Bəsdirin, valla iyrəndirirsiniz insanı həyatlarını, bəsdirin. Xahiş eləyirəm, ay Nazirlər Kabineti, sizə səslənirəm, bu Rövşənin ticarətinə son qoyun, bu vətəndaşları dinləyin, Cənab Prezident, Ağdərənin vənginə gəlin, xahiş eləyirəm sizdən, gəlin bu küçələrin, yolların, baxın. Görün hansı vəziyyətdəyik biz. Gör hansı vəziyyətdə yaşayırıq. Biz onsuz da çadırda məhv olmuşduq. Biz onsuz da çadır şəhərciyində xəstəlik tapmışdıq. İndi də gətirmişsiniz biz burada xəstəliyə düşək. Valla biabırçı vəziyyətdə. Valla utandırıcı bir hissdir ki, bu günlərin biz bir elə şəhid verən vətəndaşda bugün biz çıxış edirik TikTokda narazılığımızı bildiririk. Valla biabırçılıqdır bu. Bundan da ötə heç nə yoxdur. Xahiş edirəm dövlət qurumlarından. Xahiş edirəm Cənab Prezident sizdən. Mənim sizdən başqa heç bir əlaltılarına ümidim yoxdur. Sizdən xahiş edirəm. O akt əsasında postdan keçən tırlar yoxlanılsın. Xahiş edirəm. Xankəndində icarəyə verilən obyektlər yoxlanılsın və xahiş edirəm sizdən, bizə dəstək olun. Biz sizin yumruğunuzu qaldıranda sizə dəstək olduq və siz də bugün xahiş edirəm mənə dəstək olun.